Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycan üzrə hava proqnozu salam, hörmətli izləyicilər. Bugün sizə Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edirik. Ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində günəşli fasilələr müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 16-19 dərəcə isti. Gündüz isə 24-29 dərəcə isti təşkil edəcək. Azərbaycanın şimal və qərb rayonlarında bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi istisna olunmur. Səhər saatlarında duman müşahidə edilə bilər. Gəncə, Qazax, Tovuz, Şəmkir və ətraf rayonlarda hava əsasən yağmursuz olacaq. Gündüz saatlarında temperatur 23-28 dərəcə isti arasında dəyişəcək. Külək əsasən qərb istiqamətindən əsəcək. Quba, Qusar, Xaçmaz, Şəkizə, Qatala, Qax və Qəbələ rayonlarında hava əsasən əlverişli olacaq. Lakin dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı qalır. Havanın temperaturu gündüz saatlarında 21-26 dərəcə isti olacaq. Aran rayonlarında, o cümlədən Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Sabirabad, Satlı və İmişli ərazilərində hava əsasən quru keçəcək. Gün ərzində temperaturun 29-34 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Bəzi yerlərdə daha yüksək temperatur da qeydə alına bilər. Qarabağa və Şərqi Zəngəzur bölgəsində hava əsasən yağmursuz olacaq. Dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı mövcuddur. Gündüz saatlarında temperatur 15-27 dərəcə isti arasında dəyişəcək. Naxçıvan Muxtar Respublikasında da hava əsasən sabit olacaq. Gün ərzində temperatur 25-30 dərəcə isti təşkil edəcək. Bəzi ərazilərdə isə daha yüksək göstəricilər müşahidə oluna bilər. Meteoroloqların məlumatına görə iyun ayında ölkənin əksər bölgələrində temperatur iqlim normasına yaxın və bəzi yerlərdə normadan bir qədər yüksək olacaq. Ayrı-ayrı günlərdə Aran rayonlarında havanın 35-40 dərəcəyə qədər istiləşməsi mümkündür. Hörmətli izləyicilər, hava şəraitində baş verə biləcək dəyişikliklərlə bağlı rəsmi məlumatları izləməyi unutmayın. Xüsusilə dağlıq rayonlara səfər etməyi planlaşdıran vətəndaşlara ehtiyatlı olmaları tövsiyə olunur. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və ən son hava xəbərlərindən xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Sağ olun, salamat qalın.